Gedirik yeni açılan mağazaya. Rahat market açılıb böyük. Görə içində nə var? Ama bir yanından neye güzel? Bir de bu Yeni açılmış markete geldi. Rahat marketin filialı açılıb. Bugün açılıb səhər çatdıra bilmədim özümü. Fikir verməmişim. Səvətlər buradadır. İçərisində Ağçayımın filialı var. Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni vlogumda. Bugün axşam sizler için vlog çekmeye başlayıram. Əslində bu vlog qarışıq vlogdur, hər şeydən biraz var. 3-4 günün videosunu bir araya yığmışam. İnşallah bəyənərsiniz. Gəldik Rahat Marketin açılışına. Böyük supermarket açılıb. Mərdəkan yolu üzərində, içərisi çox genişdir, nə istəsəniz tapmaq mümkündür. İçərisində KFC və McDonald's fəaliyyət göstərir və Ağçiçəyin də filialı burada var. İçərisində genişdir, həqiqətən hər bir məhsuldan tapmaq mümkündür. İçərisində əyləşib kofe, çay içmək mümkündür. Belə soyuq salatlar, şirniyyatlar, bulkalar, nə istəsəniz buradan tapa bilərsiniz. Yeməklər, pizza, hər şey var. Bir sözlə yoxdur. Hər şey tapa bilərsiniz. Mən buranı çox bəyəndim. Ümumiyyətlə açılışla əlaqədar çox yaxşı endirimlər də vardı. Əsasən də belə şamponlara, yucu məhsullarına, salfetlərə çox böyük endirimlər vardı. Buradan da görürsünüz, artıq çəkiliş etmişəm qiymətləri. İstəyən gedib yararlana bilər. $35.49'dan 12 manata düşüb böyük. Mən bu salfetlərdən mən də götürdüm. Həqiqətən çox sərfəlidir. Ümumiyyətlə mağazaya getdiyim zaman çalışıram ki, qablaşdırması böyük olan, paketləməsi böyük olan, yəni həcmi böyük olanlar götürüm. Daha çox elə sərf edir. Xanımlar yəqin ki, evdə aldığınız məhsulları qiymətini də özlüyümüzdə araşdırırıq. Yəqin bütün xanımlar belədir. Mən də belə edirəm. Görürəm ki, paketləməsi, məsəl üçün 1 litrlik yağ almaq əvəzinə 5 litrlik yağ almaq daha sərfəlidir. 5 litrlik yağın qiymətini böləndə görürük ki, ayrıca 1 litr satılan yağdan daha uyğun çıxır qiyməti. Buna görə də bacardığım qədər aylıq bazarlığı bir dəfəyə edirik. Gündəlik isə tək-tük ərzaqlar, əsasən meyvə, tərəvəz belə şeylər götürürük. Bir də vacib olan ərzaqlar əlbəttə ki olur. Onları götürürük. Nəysə mağazaya qayıdım. Mağazada həqiqətən hər şey var. Yoxdur. Baxın bu cür tortlar da var paketlənmiş. Belə açıq soyuq yeməklər də var. Hətta yarpaq dolmasına kimi. Düzün desəm, burada belə yeməklər mənə baha gəldi. Salatlar mənim üçün qiymətlər baha idi və şirniyyatların da qiymətləri baha idi. Ümumiyyətlə Rahat market heç vaxt ucuz market olmayıb. Ümumilikdə götürəndə bu saydığım ərzaqlar baha idi, amma digərlərində həqiqətən böyük endirimlər var idi. Buna görə də sərf edirdi. Sonda aldıqlarımı sizlər üçün çəkəcəkdim. Təəssüf ki, yadımdan çıxdı, çəkmədim. Aldıqlarımıza ümumilikdə 73 manat pul verdik və mağazadan çıxdıq. Səhərə gündür. Yoldaşım axşamdan ət götürmüşdü. Soyuducunun dondurucu gözünə qoydum. 2-3 saat orada özünü tutdu. Daha sonra əti götürdüm. Aşağı hissəsinə qoydum qalsın. Səhər-səhərdir artıq, əti çəkməyə çıxartmışam. Mən hər zaman belə edirəm, ət gələn kimi onu hazırlaya bilmirəm. Çünki ət biraz boş formada olur. Mən onu qoyuram dondurucuya, 2-3 saat qalsın, özünü tutsun, daha sonra çıxarıb belə doğrayıram, hazırlayıram. Buradan da görürsünüz, bıçağım artıq məni incidir. Ümumiyyətlə, bütün bıçaqlarım bu vəziyyətdədir. Ağzı itilənməlidir, evdə özüm itiləyirəm. Amma ki, yenə də kəsmir, ellər arasında necə deyərlər, məndən ağız istəyir. Bir təhər nə qədər videonu tezləşdirsəm də gördüyünüz kimi bir təhər doğradım. Çox da yəni rahat doğramadım. Ən acığım tutan işdir belə kəsməyən bıçaqla iş görmək. Nəysə xanımlar, mən işimi görüm, əti çəkim, yemək hazırlayacağım. 3 bacı
el arasında 3 bacı deyilən tərəvəz dolması, badımcan, biber, pomidor dolması hazırlayacağım artıq. Ayrıca video kimi bu videonu paylaşmışam. Yenə qeyd edirəm xanımlar, bu vlog 3-4 günün vlogudur hardasa. Yığıb ümumi bir yarım saatın 25 dəqiqənin içərisində sığdırmağa çalışmışam. İnşallah izləyərkən bəyənərsiniz, abunə olarsınız. İndidən sizlərə öz təşəkkürümü bildirirəm. Əti çəkdiyim qabları yudum. İstədim sizlər üçün də təmizlik motivasiyası olsun. Ümumiyyətlə mən təmizlik videolarına baxanda həvəsə gəlirəm. Dururam, ev eşiyi təmizləyirəm. İstədim sizin üçün də belə olsun. Biraz ət saxladım, qalanı yerləşdirdim dondurucuya. Çəkilmiş ətdən saxlamışam. İndi isə badımcan, biber, pomidor dolması hazırlayacağım. Yenə qeyd edəm, bunu ayrıca yemək videosu kimi paylaşmışam. İstəyənlər girib kanalıma izləyə bilərlər. Linkin də açıqlama qismində mütləq qeyd edəcəm. Asan formada badımcan, biber, pomidor dolması hazırladım. Qızartmadan etmədən sadəcə badımcanları pörtlədib acı suyunu çıxardaraq bunu edirəm. 3 ədəd belə böyük soğan götürürəm. Ümumiyyətlə soğanlı dadlı olur bütün yeməklər. Nə qədər çox istifadə etsək o qədər dadlı olur. Yeməyimi hazırlayım. Daha sonra işim var. Gedəsi qızımın inşallah konserti olacaq. Onun üçün paltara baxmağa. Əslində şəhərdə bir neçə yerdə baxdıq. Sadəcə olaraq 2 nəfər üçün götürməli idik. Eyni paltardan. Buna görə də əyinlərinə uyğun don tapmadıq. Bu dəfə qərara gəldik ki, Mərdəkanda butik var. Ora gedək. Oradan götürək. Desəz ki, nə konserti belə. Bəlkə əvvəlki vloglarımı izləyən xanımlar artıq bilir.
Əvvəlki vloqlarımda qeyd etmişəm. Qızımın musiqi məktəbindən artıq 3-cü sinifdə oxuyur. Yəni musiqi məktəbində 3-cü sinifdə oxuyur. Bu illərim onu müəllimi konsertə hazırlayıb, onu və sinif yoldaşını. Onlar üçün paltara baxmağa gedəcək. İlk konsertləridir. Neçə vaxtdır artıq konsertə hazırlaşırlar. İnşallah gözəl çalmağı bacararlar. Artıq ötən vloqlarımda göstərmişəm sizə. Fortepiano üzrə onlar çalacaq. Onların konserti, əsərləri pianino üzrədir. Ümumilikdə 17 nömrəli musiqi məktəbinin konserti olacaq. Uşaqların yəni konsertidir bu. Neçə dəfələrinə artıq getmişik hazırlığa, məşqə getmişik. İnşallah bu dəfə də konsertin özünə gedəcək. İnşallah yaxşı alınar. Yeməyimi hazırlayıram və çıxıram don axtarmağa, don axtarışına ümumilikdə. Əslində biz donu tikdirə də bilərdik. Sadəcə olaraq düşündük ki, hazır alsaq daha sərfəli, həm də daha rahat olar. Niye bekliyorsun? Bekleyeceğini arasana. Ben olmasaydı. Hazırlaşdıq, çıxdıq, Mərdəkana doğru yola gəldik mağazaya, mağazada paltarlara baxmağa. Qeyd etdiyim kimi şəhərdə baxmışdıq, xoşumuza gələn olmadı, məsləhətlə gəldik bura. Gəldik Ekonoma, Ekonom yerdən təmirdən çıxıb, burada yaşayanlar artıq bilir. Belə donlar var idi, əslində qızım üçün yaxşı olardı. Sadəcə olaraq qolu açıq olduğundan qızım bunu istəmədi. Belə yubkalar da var idi, çox gözəldir cavan qızlar üçün. Hardasa 14-15 yaşlı xanımlar üçün, böyüklər də giyinə bilər. Əlbəttə ki, bədən ölçüləri buna imkan verirsə. Ekonomdan çıxdıq, yaxınlıqda yerləşən gəldik Sara butikə. Burada həqiqətən gözəl donlar, platyalar, toy donları, gündəlik donlar, hər şey tapmaq olar. Çox gözəl yerdir, çox da böyük deyil. Sadəcə olaraq paltarlar o qədər sıx yığılıb ki, kifayət qədər paltar buradan tapa bilərsiniz. Əsasən də burada donlar, kostyumlardır. Böyük bədən xanımlar üçün də kifayət qədər paltar var. İstəyən gəlib yəqin buradan, yəni buradan götürə bilər. Baxdıq neçə donlara. Bu əyindəki donlar o qədər bəyəndim. Bu arxadan bantikli donu çox bəyəndim. Sadəcə olaraq uşaqlar üçün uyğun gəlmədi. Biraz biz uzun istəyirdik, həm də rəngini ağ-qara istəyirdik. Buna görə də başqa bir don seçdik. Donu artıq göstərmədim. İnşallah vlogumun sonlarına doğru donu da göstərəcəm sizə nə götürmüşük. Donu götürdük, getdik aşağısına tül tikdirməyə. Aşağısına parça götürdük. Uşaqlar seçdi parçanı. Parça deyəndə tül seçdilər. Biraz uzun olmağı məsləhət idi. Ona görə də aşağısına tül tikdirdik və daha doğrusu verdik tikdirməyə, qayıtdıram evə. Uşaqlar şirniyyat istəyib. Mən də düşündüm ki, çoxdan da Soçi paxlavası hazırlasayam. Niyə də hazırlamayım? Keçdim işə. Xəmiri yoğurdum. Baxın, gördüyünüz kimi paxlavanı artıq hazırlamışam. Verdim sobaya 180 dərəcədə bişməyə hazır oldu. Üzərinə bal, yağ çəkdim. Möhtəşəm bir paxlava alındı. Artıq bu paxlavanın resepti kanalımda var. Qısa video olaraq öncədən paylaşmışam. Linkini mütləq açıqlama qismində qeyd edəcəm. Daxil olun, izləyin. Həqiqətən yumuşaq, pambıq kimi dadı möhtəşəm Soçi paxlavası alındı. Mütləq hazırlayın. Artıq səhəri gündür. Yenidən getmişik məşqə. Məşqə getdik yenidən xanımlar. Bu sonuncu məşqdir. Uşaqlar məşq edir.
dirijor əgər səhvləri varsa, səhvlərini düzəldir, harda necə etmək lazımdır, onları başa salır. Eyni zamanda çalgıçılarla birlikdə, yəni orkestrlə birlikdə çalmaq başqadır. Buna görə də artıq 4-cü dəfədir ki, onlar çalgıçılarla birlikdə, orkestrlə birlikdə məşq edirlər. İnşallah konsertdə yaxşı bir şey əldə etmək üçün. Buradan da gəlir, qızın narazılığını bildirir. Zəhra, kim səhv çalırdı, sən yoxsa orkestr? Orkestr səhv çalırdı. Dirijor onlara nə dedi, bax, dedi. Əsəbləşmə. Artıq 3-4 saat idi ki, uşaqlar məşqdə idi. Əlbəttə ki, tək bizim uşaqlardan söhbət getmir. Ümumilikdə bütün 17 saylı musiqi məktəbinin uşaqlarından söhbət gedir. Biz də orada onları gözləyirdik ki, məşq bitsin, sonra gələk. 28 mala gəldi. 28 mala Cəfər Cabbarlı keçidindən uşaqlar üçün bantik götürməyə, donlara uyğun bantik axtarırdıq. Axır ki, burada tapdıq, götürdük. İnşallah donlarını geyinəndə onu da saçlarına taxaram. Onu da görərsiniz. Vlogun sonuna mütləq əlavə edəcəm. Gəldik, burada belə məişət əşyaları mağazası vardı. Bu 28 malda yerləşir. 3-cü mərtəbədə Karacanın yuxarısında, adını mütləq indi yadımdan çıxıb, çalışacağım yazım adını öyrənib. Bura çox gözəl idi. Qiymətlər həqiqətən o qədər münasib idi. Çox bəyəndim. Bilirsiniz ki, şəhərin mərkəzində yerləşən belə dükanlar çox baha olur. Ancaq bura mənim çox xoşuma gəldi. Çox bəyəndim. Həm qiymət baxımından, həm də keyfiyyət baxımından çox yaxşı idi. Ancaq cibi dolu getmək lazımdır ki, bura girən qadın mütləq nəsə götürüb çıxmalıdır. Çünki həm qiymətlər münasibdir, həm də keyfiyyət möhtəşəm idi. Hamamda nə ləkəsi, ancaq su ləkəsi olacaq. Salısında görə bilirəm mən. O ekranda daha qəşəng düşürdü yəni. Qiymətində fərq olur. 7 manat 90 qəpik. 1.50-dir. Ucuzdur. Yastıqlar da var 19 manata. Örtüyük. Belə. İnşallah. Qəşəng, hə. Oxu, Zəhra, işdə istədiyin stolu götür. Baxın, bu stolu istəyir Zəhra. 449 manat 90 qəpik, Zəhra. Bəyəndim mən qiymətləri. Alarıq canım inşallah. Bu çox qəşəngdir Zəhra. Artıq evdəyəm, gəlmişəm, axşama yemək hazırlayıram. Əslində yeməyim var idi. Yemək bişirib getmişdim. Sadəcə olaraq oğlum hər yeməyi yemədiyindən məcbur qalıram ki, ona ayrıca yemək hazırlayım. Toyuq istədi, evdə toyuq yox idi. Yoldaşım getdi, toyuq aldı, gətirdi. Toyuğu tərəvəzlərlə birlikdə qızardacaqdım. Sadəcə olaraq oğlum dedi ki, qızartma etməyin, kebab istəyirəm. Buna görə də yoldaşım sağ olsun, manqal yandırdı, kebab çəkdi oğlum üçün.
Mən də əziyyətdən qurtardı. Belə sadəcə olaraq mənim əziyyətim burada. Toyuğu doğradım, duzladım, ət otu vurdum. Bu qədər oldu. Qalan yoldaşım sağ olsun kabab çəkdi. Həyətdə də hava o qədər gözəl idi. Sakit, sərin hava var idi. Günün yorğunluğunu axşam belə çıxartdıq. Benzin. Maşın gözlerime ne boyda oldu. Vay. Bir şey istedi bura. Olsa bölüyorum şimdi. Şunu ayırsın. Güzel. Bunlara da kola. En güzel yeridir bu. Yemeğimizi yedik, yığışdırdım, artıq onları çəkmədim. Bu günü belə başa vurduq. Artıq səhəri gündür, tez-tez işlərimi görməyə çalışıram. Çünki bugün konserdə gedəcəyik sizlərlə bərabər. Ümumiyyətlə bu konserdə hazırlıq prosesi, paltar axtarışı, eyni zamanda konsert günü istədim. Bütün videoları bir vlogla sizlərlə paylaşım. Buna görə də belə uzun bir vlog yığdım. Hardasa yarım saata yaxın bir video olacaq. Sonra da inşallah konsert videosunu əlavə edəcəm. Yeməyi tez-tez hazırlayıram. Çünki oğlum bizlərlə bərabər gələ bilmir. Oğlum üçün yemək hazırlayıram. Daha doğrusu konsertə getsək də axşam evə qayıdacağıq. Buna görə də öncədən işlərimi görürəm ki, axşam yorğun gələndə artıq mənə iş qalmasın. Hər bir işimi bitirdim, ev eşiyi təmizlədim. Qızımın paltarını əlində yumuşdum, qurutdum və ütü çəkdim. Veşikaya asıb, yəni asılqana asıb, maşından asıram ki, qırışmasın. Baxın, bu paltarı götürdüm. Bilmirəm, vlogda salmışdım ya yox. Deyəsən, səhv etmirəmsə, keçən vlogda çəkmişdim. Bu paltarı götürdük. Qızlarımızın ikisi üçün də. Qızımın məktəbdən gəlməyini gözləyirdim. Məktəbdən gəldi. İcazə almışdıq son 2 dərsdən. Biz hazırlıq Məktəbdən gedirik gəldi. tədbirə. Saçını belə bu formada burdum. Yəni üst qatını burdum, tam burmadım. Qızım yenə məşq edir. Həyəcanlıdır, çox həyəcanlıdır. İnşallah konsert yaxşı keçər. Son məşqləridir. Son məşqləri. Artıq məqam yetişdi, son dəqiqələrdir, hazırlaşmışıq. Gedirik içəri şəhərə, Filarmoniya sarayına, Zəhranın və digər 17 saylı musiqi məktəbinin yetirmələri olan uşaqların konsertinə qulaq asmağa. Orada Ərəbistan'da da, Dubai. Bu tezə tikilən bina var. Başında kran da var. Milli Bankın tezə binasıdır. Bax, bu birinci sahə. Zəhrava yersən. Konsert neçə keçəcəkdir sən belə? Güzel seviye. Aslan, inşallah.
Qabaqlıdır. Fotosesiyadır bax. Nə qəşəng görünürsünüz qızlar. Ha.
saydığım şəxslərə hamı diktə eləmir. Amma musiqiçilərə hamı diktə edir. Heç məncə yaxşı. Biz hər birimiz sizə diktə edirik ki, siz nə gözəl bazarmışsınız. Elə deyil. Mən arkadaşlarımızı alışamadım və şuna... Konsert bitdi, uşaqlar çox yorulmuşdular, düşündük gətirək onları yemək yeməyə gəldik, oturduq yemək yeməyə xanımlar. Vlogu burada tamamlayıram. İnşallah gələn videolarda, gələn vloglara görüşərik.